Oğlum, hətta biz belə Allah deyirik. Hər nəfəs alanda, hər göz qırpanda, hər zaman Allah deyirik. Amma bu bizə normal kimi gələr. Sadəcə deyə bil ki, nəfəs alırıq. Heç biz Allah demirik axı. Amma yox, Yaradanın adını hər göz qırpanda və hər nəfəs alanda, hər yeriyəndə və hər zaman Yaradanın adını biz deməsək belə, bizim nəfəs almağımız, gözümüzü qırpmağımız, yeriməyimiz, hər şey Allah deyir. Hətta ağaclar belə Allah deyər. Amma insan fikirləşə bilər ki, sadəcə ağacdır. O necə Allah desin? Amma yox, ağaclar da canlıdır. Onlar da Allah deyir. Külək də Allah deyir. Oğlum, sənin dediyim kimi, yəni hər şey Allah deyir. Sadəcə insana azca bir nəzər yetirməlidir ki, bunlardan nə səs gəlir. Bizim fikirləşdiyimiz kimi boş-boş səs yox. Hamısı Allah deyir. Amma öz içində Allah deyir. Və bu səsi biz eşidə bilərik. Sadəcə biraz vaxt ayırmalıyıq və fikirləşməliyik. Görərsən bu səs niyə gəlir küləkdən? Allah deyir külək. Niyə ildırım çaxır? İldırım belə Allah deyir. Buludlar hər tərəf ağappaqdır və Allah əmr verəndə ki, bu yerə nur yağacaq.